Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Ötən həftələrdə dəm qazından zəhərlənib ölən uşağını qucağına alıb TikTokda canlı yayım açan atanın videosunu yəqin ki unutmamışsınız. İzləyicilərim mənə indi də yazır. Niyə açıqlama vermədin? Axı belə hadisələrə səssiz qalmaq olmaz. Açığını deyim, mənə görə bu hadisəni işıqlandırmaq özümüzü rəzil etməkdən başqa bir şey deyil. Madam ki fikirlərimi bilmək istəyirsiniz, eyb yox, deyim. Çox maraqlı deyə mənə çatmır. Bir ana ölən uşağını necə videoya çəkə bilər, cəsədini? Bir ata ölən uşağı qucağında necə TikTokda canlı yayım aça bilər? Kişinin iki xanımı da bir evdə qalır. İki xanımını da, qadınını da bir evdə saxlayır. Hər iki evliliyindən 12 uşağı olub. Üçü əvvəl ölüb, biri təzə ölüb, birini kiməsə hədiyyə verib. Deyilənə görə yoldaşlarından biri də xanımlardan hamilədir. 12 məsum, məzlum uşağın dünyaya gəlməsinə səbəb olub. Hətta deyir ki, 3-cü arvad da almaq istəyərəm, 4-cünü də ala bilərəm. Qısacası bu kişinin ailə modeli anlayışı sıfırdır. Bu adam arvad almağı əyləncə hesab edir. Qadınlıq seks kuklası təsəvvür edir. Ona həyat yoldaşından çox etiraz mənbəyi kimi baxır. El məsələ var, sizin evdə işıqlar yanmır. Kişinin maddi vəziyyəti sıfırdır, çox pisdir. Aç ki, bilirsən ki, bu dünya gətirdiyin bu övladları saxlaya bilməyəcəksən. Nəyə görə dovşan balaları kimi əkib tökürsən? Sizi inandırım, o uşaqların adını sorsam, bəlkə də o kişi çarxıb tapıb deyə bilməz. O cür balaları niyə övlad kimi yox, qazanc mənbəyi kimi görürsən? Nə var, o uşaqlara görə dövlət sənə 1150 manat sosial yardım verir ona görə. Qazanc mənbəyi ona görə dedim ki, atıya sual verirlər ki, neçə uşağın var? 9 nəfər demir, 9 dənə deyir, elə bil əşya sayır. Dovşan balaları və ya quzuların sayını açıqlayır. Günah da axı. Belə ata olmaq da günahdır. Belə övladların dünyaya gəlməsi də günahdır. Bir gecənin 15 dəqiqəlik şəhvət hissini öldürmək üçün dünyaya uşaq peydaxlamaq başqa şeydir axı. Valideyn məsuliyyətidir axı. Valla belə şeylərə diqqətli olmaq lazımdır. Əslində ölmüş övladını qucağında canlı açıb mənfəət güdən o ata kimi valideynlər az deyil. Hamımız belələrini tənqid edirik. Tənqid etmək asandır. Həll yolunu tapmaq lazımdır. Necə olur ki, belə hallar baş verir? Nədən qaynaqlanır? Əhməd adlı gənc, ata-anası da daxil olmaqla niyə 5 ailə üzvünü baltalayıb qətlə yetirir? Neftçilər metrosu yaxınlığında övlad anasını nədən bıçaqlayıb öldürür? Analar körpələrini zibil qutularına niyə atıb öldürürlər? Bu müqəddəs valideyn, ata, ana adı bu qədər mi ucuzlaşıb? Səbəb nədir? Həlli nədir? Səbəb və həlli yalnız bir cavabı var bunun. Ailə modelinin düzgün qavranılmaması, aşılanmaması, maariflənmənin olmaması. Ailə qurmaq, şəhvət hissini doyuzdurmaq deyil. Sovet dövrünün ailə modeli ilə müasir ailə modelini biz müqayisə eləsək, Sovet ailə modelinin nə qədər üstün olduğunu görərik. Çünki Sovet təhsilində 8-ci sinifdən sonra ailə və insan, cəmiyyət fənni keçirilərdi. Orada valideyn uşaq məsələləri, insan hüquqları, ailə məsələləri ilə bağlı bütün təfsilatlar şagirdlərə aşılanırdı, maarifləndirirdilər. Ailə qurmağa hazır olurdu məktəbi bitirən şəxs. Ailənin dəyərini bilirdilər. İndi isə həyat bilgisi adlı bir fən var. Valla qarma qarışıqlıqdır başdan ayağa. Bu nəğmə dərsidir, fiziki tərbiyədir, təsviri incəsənətdir, nə bilim, turnikdən sallanmaqdır, şəkil çəkməkdir, dartınmaqdır. Bunları fakultativ məşğələ adı ilə keçmək lazımdır. Qoyun kimin həvəsi varsa iştirak etsin əvəzində ailə fənni. Ailə modelini öyrədin. Qoyun bu qədər ailə qətlləri, boşanmalar, başı pozuqluqlar,
səngisin. Gələcək nəsillər cəmiyyətə faydalı övladlar yetişsinlər. Şəhvətdən qaynaqlanan bit körpələr yox. Keçin o dərsləri. Qoy şagirdlərimizin təfəkkürünə yeridilsin. Sabah ata oğlunu öldürməsin. Oğul ataya şillə vurmasın. Qız anaya bıçaq çəkməsin. Vəli Fatmanı qoyub Rusiyaya Nataşa dalınca qaçmasın. Ailə münasibətlərində mədəniyyətin bir növüdür. Ailə modeli yalnız düzgün maarifləndirmə ilə qurula bilər. Hüseyn Cavid maarifləndirmə ilə mədəniyyəti eyni səviyyədə görürdü və yazırdı ki, Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət. Bəli, bəşəriyyəti mədəniyyət xilas edəcək. Ölmüş övladı qucağında dediyimiz kimi o canlı yayım açan atıya televiziya jurnalisti sual verir ki, övladdan pay vermək olar mı? Kişi elə rahat şəkildə deyir ki, niyə olmur? Valla nə deyim mən? Məni bilənlər bilir. Bəzən hamının qılıncladığı, tənqid etdiyi, üstünə düşdüyü adama qaymar çıxıram. Deyirəm, insandır, əzmək, təhqir etmək olmaz. Amma vallah bu atanı müdafiə etməyə zərrəcə bir işıq ucu tapa bilmədim. Mənim müəllimim rəhmətə getmişdi yaxınlarda, ölənə əz rəhmət. Onun təsirindən 10 gün mən nəinki sosial şəbəkə, heç kəs maraqlandırmadı, heç nə maraqlandırmadı məni bu ölümün təsirindən. Bu kişi isə uşağı qucağında dəfna aparır, canlı açırır, tıklayın deyir, kart səhifədədir, yardım edin deyir. Nə deyəsən buna? Mənim kiçik oğlum, üzr istəyirəm, Rəşad hazırlığa gedir. Bir dəfə telefonu götürməyəndə dəli oluram ki, İraq birdən uşağın başına nəsə olar, kimlər dalaşar, maşın vurar, yıxılar. Bu kişi necə rahatdır, ay Allah. Övladının ölümündən qazanc, mənfəət güdən bir atıya mən həyatım boyu ilk dəfə rast gəlirəm. O ölümdən istifadə edib mərhəmətli ürəklərdən istifadə düşüncəsi vallah mənə çatmır, billah çatmır. Dərdimdən gülürəm deyən artist ata vallah mənə çatmır. Gah deyir dəfn etməyə imkanım çatmır, inanın Allaha. Balası ölən biri ən qəddar, ən vicdansız adama da ağız açsa ki, uşağımı dəfn etməyə pulum yoxdur. Hamı cibindən nə çıxartsa verər. Biz xalqımızı yaxşı bilirik. Nəysə, əslində bu dırnaqarası atanı tənqid etmək, onu ifşa etmək fikrim yox idi. Görünən kəndə bələdçi lazım deyil. Belə ata olmur. Sadəcə bu kişiyə Allah şəfa versin deməkdən başqa əlimdən heç nə gəlmir. Dövlət bu uşaqlara sahib çıxmalıdır. Uşaqlar bu millətin gələcəyidir. O uşaqlar yazıqdır. O uşaqlardan bəlkə də gələcəkdə nazirlər, direktorlar, şəhidlər yetişəcək, cəmiyyətə faydalı övladlar olacaq. Amma təbii ki, dövlət sahib çıxsa, yoxsa belə valideynlərin, belə ailələrin ümidinə qalan uşağın gələcəyi ya qaraçı, ya dilənçi, ya cinayətkar, ya da ən yaxşı halda dələduz olacaq.